Tərcüməçi olmaq istəyirdim. Elə burada olmalıymışam. Pandemiya dövrü idi. Biz proud moment dediyimiz bir an idi. Sertifikat hər şey deyil. Yəni daha biliklidirmi bu müəllim? Herkese salam, kanalıma xoş gəlmisiniz. Mən Aynur Fətiyeva. Mən uzun müddətdir Instagramda və TikTokda təhsil kontenti yaradıram, videolar paylaşıram, öz metodikamı insanlarla bölüşürəm. Lakin bir müddətdir düşünürdüm ki, artıq əsas xəyalım olan platformaya keçid etmək zamanı gəlib çatıb. Ona görə də bugün buradayam. Aynur müəllimə əslində kimdir, nə işlə məşğuldur, nələr paylaşır, buralara necə gəlib, bugün sizlə biraz bu haqda danışacağıq. Burada hər şeyi bir-bir qeyd etmişəm ki, sizlə danışarkən heç nə unutmayım, hər şeyi bir-bir sizlə bölüşüm. Lakin ilk öncə məni mən edən əsas hissədən danışmaq istəyirəm, yəni müəllimlikdən. 5 ildir ki, ingilis dili mütəxəssisi kimi fəaliyyət göstərirəm. Bu zamana qədər abituriyentlərlə işləmişəm, magistra tələbə hazırlamışam və eyni zamanda məktəbdə də çalışıram. Hal-hazırda isə hər yaş qruplarına uyğun General English və Speaking dərsləri keçirəm. TikTokda və Instagramda dərslərim barədə paylaşımlar da edirəm. Oradan da dərslərimə baxa bilərsiniz. Bəs necə müəllim olmuşam? Gəlin biraz bundan danışaq. Əslində müəllim olmaq istəmirdim. Mən tərcüməçi olmaq istəyirdim və seçim edərkən də ən yuxarı, belə deyək, birinci, ikinci yerlərə tərcüməçiliklə bağlı ixtisaslarla yazmışdım. Lakin iş elə gətirdi ki, 2017-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul oldum və qəbul olandan sonra anladım ki, əslində mən elə burada olmalıymışam. Mən elə burada özümü göstərməliymişəm. Çünki həqiqətən işin dərinliklərini öyrəndikcə bu işi nə qədər sevdiyimi anladım və sanki kainat sizi əslində olmalı olduğunuz yerə göndərir. Nə qədər istəməsəniz belə ən doğru, sizin üçün ən doğru olan nədirsə, həqiqətən kainat sizin qarşınıza onu çıxarır. Və mən də 2021-ci ildə pandemiya dövrü idi. Biz sadəcə 2 il yarım tələbə həyatı yaşaya bildik. Pandemiya dövründə məzun olanlar məni anlayar. Şərhlərdə mütləq qeyd edin, bilək ki, nə qədər insan, bu videoya baxanlardan nə qədər insan pandemiya vaxtı təhsil alıb. Lakin pandemiya vaxtı da biz artıq dərslərimizə davam edirdik. Dillər Universiteti bizim üçün distant təhsil təşkil eləmişdi və dərslərimizi öyrənib imtahanlarımızı da onlayn şəkildə verirdik. 2021-ci ildə 91 ortalama ilə bu ixtisası bitirdim. Daha sonra isə 2023-cü ildə MİQ-lə məktəbə qəbul oldum. MİQ-dən isə 71 bal toplanmışdım. 2021 və 2023-cü illər arasında fərqli kurslarda çalışmışdım. Kurslarda çalışmaqla bağlı təcrübələrim ayrıca bir video ola bilər. Çünki həqiqətən orada çox qısa müddətə, çox az sayda, yəni hardasa səhv eləmirəmsə 3-4 kursda çalışmışam. Lakin həqiqətən bir video olacaq qədər təcrübələrim var kurslarla bağlı. Onları da əgər istəsəniz digər bir videoda danışarıq mütləq ki. Çünki bu işə yeni başlayanlara mütləq ki tövsiyələrim olacaq bu təcrübələrlə bağlı. Eyni zamanda özüm də onlayn dərslər keçirdim və daha sonra anladım ki, elə ən yaxşı variant həqiqətən də evdə özünün onlayn tədris etdiyin dərslərdir. Hansı ki, o onlayn dərslər çox sayda, yəni burada hamısı haqqında demək istəmirəm, çünki həqiqətən çalışdığım çox yaxşı bir kurs da var idi ki, mən hələ də oradakı müəllimlərlə əlaqədəyəm. Həqiqətən onları çox sevirəm, həm müəllimləri, həm şagirdləri. Lakin Azərbaycandakı, Bakıdakı ən azından kurslardan çoxunda biz görürük ki, distant təhsil, yəni onlayn təhsil onların sistemindən çox daha yaxşıdır, həqiqətən də çox daha keyfiyyətlidir. Daha sonra isə məktəbə qəbul olmuşam. 3 ildir ki, artıq məktəbdə çalışıram və həqiqətən məktəb sistemini də çox sevirəm. Təbii ki, sistemimizin mənfi tərəfləri var. Bu haqda danışmaq istəmirəm. Bu başqa bir mövzudur, tamam. Ancaq ki, öz pəncərəmdən baxsaq, belə deyək, mənim üçün həqiqətən mənə çox şeylər qatan bir təcrübə oldu, məktəb təcrübəsi. Elə ən birincisi Təhsil Nazirliyinin bizim üçün yaratdığı şəraitdir ki, biz
təlimlərə qoşulurduq. British Council'ın təliminə o şəkildə qoşulmuşdum mən. Təhsil Nazirliyinin təşkilatçılığı ilə British Council'da bizə təlimlər keçildi, onlayn şəkildə keçildi və biz bunun sertifikatını aldıq. Eyni zamanda Microsoft sertifikatlı müəlliməm mən həm də. Bunda yenə Təhsil Nazirliyinin təşkilatçılığı ilə İT Azərbaycanda təlimləri keçdik və Microsoft sertifikatlı imtahanını verərək, imtahandan keçərək Microsoft sertifikatlı müəllim adını da qazandıq. Və 2021-ci ildən etibarən, yəni universiteti bitirdiyim andan etibarən özümü inkişaf etdirməyə yönəlmişəm. Yəni anladım ki, sadəcə universitetdə öyrəndiklərim kifayət deyil. Yəni əgər sən iş həyatına addım atırsansa və gələcəkdə yaxşı bir müəllim, tanınmış bir müəllim olmaq istəyirsənsə, o zaman daim öz üzərində işləməlisən, daim yeni şeylər öyrənməlisən və sizə burada göstərmək istəyirəm. Ayrıca bir papkam var bununla bağlı ki, mən burada sertifikatlarımı saxlayıram. Burada həm bizim bayaq dediyim kimi British Council'dan aldığımız sertifikatlar, həm mənim Coursera üzərindən aldığım sertifikatlar, digər təlimlərdə iştirak etdiyim üçün sertifikatlar və Microsoft sertifikatım da burada var. Bilirsiniz, əslində sertifikat hər şey deyil. Yəni bir təlimə gedərkən düşünməməlisiniz ki, ən çox da yeni müəllimlərə səslənirəm. Düşünməməlisiniz ki, sertifikatım olsun əlimdə. Bu sertifikat mənə nə qata bilər? Bu təlim mənə nə qata bilər? Əsas ona yönəlməlisiniz. Əsas onu düşünməlisiniz. Əsas ona baxmalısınız. Hal-hazırda məsələn mən çox önəm verirəm buna ki, həqiqətən də oradakı şəxs məndən daha təcrübəlidirmi? Həqiqətən də təlimi verən şəxs məndən daha biliklidirmi bu barədə? Çünki sertifikatdan daha önəmli olan bir şey var. Mən burada nəyi öyrəndim? Və yaxud da bəzən sadəcə mən tək deyilmişəm, mənim kimi yüzlərlə müəllim varmış hissi belə o təlimin keyfiyyətli olmasına kifayət eləyir. Keçən ilin sentyabr ayında isə xəyallarımdan birinə daha çatmaq üçün bir addım atdım. TKT təlimlərinə başladım və rəsmi Cambridge TKT sertifikatlarımı aldım. TKT Teaching Knowledge Test açılışı bu şəkildədir. Müəllimlik bacarıqlarımızı Cambridge səviyyəsində ölçən bir test sistemidir. Test deməyimə baxmayın, testlərdən ibarət deyil, tapşırıqlardan ibarətdir. Bu haqda ayrıca bir video çəkəcəm, çünki həqiqətən mənim də çox sualım var idi bu təlimə başlayarkən və görürəm ki, müəllimlərin də bu barədə çox sualı var ki, bu sertifikat nə işə yarayır, nə üçün biz bunu almalıyıq? Bu barədə inşallah ki, növbəti videolarımda görəcəksiniz və sizə sertifikatlarımı göstərmək istəyirəm. Burada sadəcə 2 dənə sertifikatım var. TKT Modul 1, Band 3 və TKT Modul 2, Band 4. 3 və 4 əsas nəticələrdir. Yəni, həqiqətən də sizin güclü olduğunuzu göstərən nəticələrdir. Band 4 ən yüksək nəticədir. Modul 2-dən Band 4 nəticə almaq mənim üçün həqiqətən çox proud moment dediyimiz bir an idi. Çünki çox çətin bir modul idi. Dərs planları üzərinə olan bir modul idi və belə bir moduldan Band 4, yəni ən yüksək nəticə almaq mənim üçün həqiqətən də çox önəmli və çox həyatımın dönüş nöqtəsi olan bir an idi mənim üçün. Gəlin biraz da sosial mediadan danışaq. Necə bura başladım, buralarda nələr edirəm. Bayaq da dediyim kimi xəyallarımdan biri YouTube-a paylaşım eləməkdir. Mənim ilk tanış olduğum sosial media platformalarından biri YouTube-dur. Birincisi elə YouTube-dur. Və YouTube, Pinterest çox sevdiyim platformalardandır bu arada. Siz də aşağıda ən sevdiyiniz sosial media platformasını yazın mütləq. Mütləq şərhlərə bir-bir cavab verəcəm. Sizinlə ünsiyyətdə olmaq həqiqətən mənim üçün çox xoşdur. İlk dəfə Instagram hesabımı açmışdım və orada bağlı bir hesab idi. Sadəcə öz tanışlarıma və yaxud valideynlərimə öz müəllimlik prosesim barədə videolar paylaşırdım. Kiçik bir ailə idik orada, hardasa 200 nəfərlik belə deyək bir ailə idik. Daha sonra hesabımı, daha sonra dediyim keçən ilin
avqust-sentyabr ayları idi, səhv etmirəmsə, səhifəmi artıq açıq etmək qərarına gəldim və ondan bu yana biz artıq 600-700 civarında bir ailə olmuşuq Instagramda. Eyni zamanda TikTok hesabım da var. Aşağıya hər birini qeyd eləyəcəm. Mütləq məni oralardan da izləyin. Orada daha tez-tez paylaşımlar eləyirəm. Ən sona xəyalımı saxlamışam sanki. YouTube videosu çəkmək, YouTube'da paylaşımlar etmək həqiqətən mənim xəyallarımdan biri idi. Bugün bunu gerçəkləşdirirəm. Hər birinizə də xəyallarınızı gerçəkləşdirmək anını yaşamağı arzulayıram. Planım odur ki, burada gələcəkdə həm yeni başlayan müəllimlər üçün, həm də ingilis dilini öyrənməyə çalışan tələbələr üçün faydalı məlumatlar paylaşım, faydalı videolar paylaşım. Öz metodikamı və yaxud müəllimlik həyatımı, vloqlar da gələcək mütləq. Hətta birini çəkmişəm, editləmişəm, hazırdır. Onu da paylaşacağım inşallah bu videodan sonra. Burada böyük bir ailə olmalıdır planım. İnşallah ki, buna da nail olacağam. İstəyirəm ki, siz də bu ailənin bir parçası olasınız və məni burada da izləyəsiniz və dəstək olasınız. Təbii ki, müəllim həyatı sadəcə dərslərdən və yaxud da ki, sosial media hesabınız varsa, sosial mediada paylaşım etməkdən ibarət deyil. Eyni zamanda bizim şəxsi bir həyatımız, ailəmiz, evimiz var və mən də həm ailəmlə vaxt keçirməyi çox sevirəm, bacardığım qədər onlara çox vaxt ayırmağa çalışıram. Eyni zamanda evdə də belə deyək, telefondan uzaqlaşmaq üçün müəyyən hobilərim var, aktivitələrim var. Son zamanlar rəngləmə eləməyə çox maraq salmışam. Böyüklər üçün olan rəngləmə səhifələrindən almışam və karandaşlar. Axşamlar həqiqətən mənim üçün telefondan uzaqlaşmaq üçün çox yaxşı bir aktivite olur və ən əsası yemək bişirmək. Dostlar, mən yemək bişirməyi çox sevirəm. Həm yemək bişirməyi, həm şirniyyat bişirməyi, belə şeyləri həqiqətən çox sevirəm, çox maraqlanıram. Yeni reseptlər deneməyi çox sevirəm və ara-ara burada da paylaşımlar eləyirəm. Videolarda, vloqlarımda görəcəksiniz, məni tez-tez görəcəksiniz yemək bişirərkən və yaxud nəsə şirniyyat bişirərkən və yaxud mətbəxdə vaxt keçirərkən. Yəni qısacası mətbəxdə vaxt keçirməyi həqiqətən çox sevirəm. Mətbəxi çox sevirəm. Yeməyi də eyni zamanda onun qədər sevirəm. Belə dostlar, mən Cambridge TKT sertifikatlı ingilis dili müəllimi və burada sizinlə videolar paylaşan təhsil kontenti yaradıcısıyam. Sizlər də öz peşənizi, ixtisasınızı mütləq şərhlərdə mənimlə paylaşın. Hər birini cavablandırmağa hazıram. Növbəti videolarda görüşənədək.